Lalə müəllim belə bir sual atmısınız. Baxaq, cədvəli əsasən x üstə gələk y 260 olarsa, bişirilməmişdən əvvəl qidaların tərkibində müvafiq vitamin kütlələrinin cəmini tapın. Baxırıq ki, bitki məşəli A vitamini n milliqram olub bişirilməmişdən əvvəl. Bişəndən sonra x-ə düşübdür. Bitki məşəli B vitamini olan bir qida bişibdir, bişməmişdən əvvəl yenə n milliqramdır. Bişəndən sonra y-ə düşübdür. Deməli, burada birinci A vitamini olana baxsaq, A vitamini olan bişməmişdən əvvəl n-dirsə, deyək ki, yer köküdür. Demişik ki, A vitamini olan bir qida, bitki bişəndə öz vitaminini 2 dəfə azaldır. Burada n-dirsə, n böl 2 olur. Bu nəyin miqdarıdır? X-dir. Yəni, x bərabərdir n böl 2-yə. Bitki məşəli B vitamini bişəndə öz tərkibinin 20%-ni itirir. O zaman əvvəlcə n idisə, burada qeyd edeyim, n idisə, n 100% kimi götürsək, 20%-i bişəndə itir, yerdə qalır 80%. 80% y-i verəcək bizə. Y-i tapaq. Y bərabərdir 80n bölünsün 100-ə. Bunu da ixtisar etsək, 20-yə ixtisar edək. Qalacaqdır ki, 4n böl 5. Deməli, y-in də qiyməti 4n böl 5 olur. İndi bizə yazır ki, cədvələ əsasən x üstə gələkdir. Burada y bərabərdir 260. Deməli, x üstə gələk y bərabərdir 260. X-in yerində n böl 2 durur. Üzərinə gələcəksən, y-in yerində 4n böl 5 durur. Bunu bərabər edirsən 260-a. Bunu hesablayaq. Bunlara ortaq məxrəc 10 götürək. 12-yə böləndə 5. 5-i vurduq n-ə, 5n elədi. Üzərinə gəlirik. Yenə 10-u 5-ə böləndə 2. 2-ni də vurduq 4n elədi 8n. Bu da bərabərdir 260. 5n 8-in elədi 13-in. O da bərabərdir. Onu vurduq 260 elədi 2600. 2600-ü də 13-ə bölək. N-i tapaq. N elədi 200. Deməli, cədvəldə N-in qiyməti 200-dür. Həm A vitamini olan, həm də B vitamini olan hissəyə 200 yazacağıq. Yəni, N-lər burada 200-dür. Eyni miqdardır da. Cəmi istəyir bizdən vitaminin əvvəlki kütlə cəmini. 200 adı əvvəlki, 200 də B-dir. Toplayanda cavab eləyir 400.